keçək digər sualımıza. Sual belədir ki, süni intellektlə yazılan dini mətnlərə etibar olarmı? Zaman keçdikcə, ümumiyyətlə, texnologiya inkişaf elədikcə, onun ləvazimətləri də inkişaf edir. Məsələn, əvvəllər insanlar bilməzdi YouTube nədir, Instagram nədir, Facebook nədir, sosial medianın nə olduğu bəlli olmazdı. İnsanlar adətən radiodur, qazetdir, bu cür bilgilərdən və yaxud da sosial xəbərləşmə kanallarından istifadə edirdi. Lakin bu, hər keçən gün genişləndiyi üçün yeniliklər də olur. Yəni, müəyyən yeni hadisələr çıxır və şər'i hökmlər tələb edir. Məsələn, günümüzdə də bildiyim qədər ChatGPT var, ondan sonra Gemini var, buna bənzər şeylər var. Hansı ki, bilgi tələb eləyəndə ən qısa müddətdə sənin önünə bilgilər sərir. Hətta Google-dən və başqa axtarış çərçivələrindən daha sürətli. Qısacası, bununla ilgili belədir ki, bunlardan istifadə etmək olar, amma yalnız mütəxəssislər etibar edə bilər bilgilərə. Hansıların ki, şər'i elmləri var, adətən axtardığı və bilmək istədiyi məsələlər haqqında bilgisi var. Sadəcə məsələləri tez ulaşmaq üçün, təsbit baxımından bunlar istifadə edə bilər. Amma ümumiyyətlə şər'i elmlə bilgi dayazlığı olan adamlar oradakı məlumatlara, bilgilərə qəlb rahatlığı ilə etibar etməməlidir. Çünki isbat olunub ki, bəzən dini məsələlərin özünü yanlış təqdim eləyir. Bəzən şər'i hökmləri yanlış məsdərlərə nisbət eləyir. Hətta bəzi ayələri belə yanlış tərcümə eləyir, tələb elədiyimiz zaman. Məna dəyişdirəcək qədər bəzi dini nasları məğzindən də çıxardır. Ona görə bu ehtimallar olduğu üçün tam qəlb rahatlığı ilə etibar eləmək olmaz. Yenə oradakı bilgilərin təsəbbuta və dəqiqləşdirməyə ehtiyacı var. Bəli. Allah razı olsun.